Baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı yaşayırsınızsa, bunu adi hal hesab etməyin. Çünki hipertoniya uzun müddət gizli şəkildə inkişaf edə bilər. Mütəxəssislər bildirirlər ki, stres, oturaq həyat tərzi, həddindən artıq duz istifadəsi və yaş artdıqca hipertoniya riski yüksəlir. Uzun müddət yüksək təzyiq isə ürəyin daha çox işləməsinə səbəb olur. Bu vəziyyət zamanla ürək əzələsinin qalınlaşmasına və ciddi problemlərə yol aça bilər. Hipertoniya yalnız ürəyə deyil, damarlara, böyrəklərə, beyinə və gözlərə də təsir göstərə bilər. Ən təhlükəli tərəfi isə budur ki, xəstəlik çox vaxt simptomsuz keçir. Məhz buna görə mütəxəssislər qan təzyiqinin ildə ən azı bir dəfə ölçülməsini tövsiyə edirlər. Həkimlər bildirirlər ki, sağlam qidalanma, duzun azaldılması, fiziki aktivlik və stresin idarə olunması hipertoniya riskini azaltmağa kömək edir. Siqaretdən uzaq durmaq da vacib amillərdən biridir. Sağlamlığınızı gec olmadan qoruyun.